Noyabr, qəbul etmək. Amor fati. 1 noyabr, baş verənləri qəbul etmək. Hər şeyin sənin istədiyin kimi olmasını istəmə. Necə olmalıdırsa elə olmasını istə. Dincliyə ancaq bu cür qovuşmaq olar. Epiktet, Enhiridion. Bu iki xüsusiyyətə malik olmağınız baş verə biləcək istənilən hadisəyə hazırlıqlı olduğunuzu göstərir. Nə baş verdiyini dərk edə bilmək və şükür etmək. Şükür etmirsənsə görməyin mənası yoxdur və görmədiyin şeyə görə şükür edə bilməzsən. Epiktet, söhbətlər. Tutaq ki, baş verməsini istəmədiyiniz bir hadisə baş verib. Nəyi dəyişdirmək daha asandır? Düşüncəmizi, yoxsa baş vermiş hadisəni? Cavab bəllidir. Baş verən hadisəni qəbul edin və heç vaxt kaş olmayaydı deməyin. Stoiklər buna təslimiyyət sənəti deyirlər. Ən təcrübəli stoiklər isə bir addımda qabağa gedib bizi baş verən istənilən hadisəni qəbul etməklə bərabər ondan zövq almağa çağırırlar. 19-cu əsrdə Nietzsche bu fikri anlatmaq üçün mükəmməl bir ifadə tapdı. Amor fati, yəni qisməti sevmək. Bu, baş verənləri sadəcə qəbul etmək deyil, həm də sevməkdir. Hadisə baş verdikdən sonra bu hadisə baş verməli idi deyə baş verdi demək, məyusluqdan qurtulmağın ən müdrik üsuludur. Bəs baş verənlərə görə minnətdar olmaq, qisməti sevmək, bu nəşə və xoşbəxtliyin reseptidir. 2 noyabr, istəklərimizi baş verəcək hadisələrə bağlamaq. Mən heç vaxt arzularımın köləsi olmamışam, həmçinin onlardan qaçmağa çalışmamışam, Tanrının iradəsinə tabe olmuşam. Tanrı xəstələnməyimi istəyirsə, mən də xəstələnmək istəyirəm. Tanrı seçim etməyimi istəyirsə, seçim edirəm. Tanrı nəyəsə meyil göstərməyimi, bir şeyi əldə etməyimi istəyirsə, ona tabe oluram. Tanrının istəmədiyi şeyi mən də istəmirəm. Epiktet, söhbətlər. General Dwight Eisenhower Neptun əməliyyatından qabaq həyat yoldaşına məktub yazdı. Nə lazımdırsa etmişik, qoşunlar hazırdır. Hər kəs əlindən gələni edir. Artıq hər şey Tanrının əlindədir. O, doğrudan da əlindən gələni etmişdi. Epiktetin dediyi kimi, istənilən nəticəyə hazır idi. Eisenhower həmin gecə başqa bir məktub da yazmışdı. Həmin məktubu lazımi ünvana məğlubiyyətə düçar olacağı təqdirdə göndərəcəkdi. Tanrı onun məğlub olmasını istəyirdisə, o buna çoxdan hazır idi. Bu ibrətamiz bir əhvalatdır. Dünyanın bəlkə də ən güclü ordusuna rəhbərlik edən adam, dünyanın ən mükəmməl əməliyyatından qabaq nəticənin ondan daha böyük bir varlığın iradəsindən asılı olduğunu biləcək qədər təvazökar idi. Nə qədər hazırlaşsaq da, nə qədər bacarıqlı və zəki olsaq da, nəyinsə baş verməsi Tanrının iradəsindən asılıdır. Bunu nə qədər tez dərk etsək, o qədər yaxşı olar. 3 noyabr, həkimin tövsiyələrinə qulaq asmaq. Həkimlər bizə at sürməyi, soyuq suyu ilə yuyunmağı, ayaq-yalın gəzməyi məsləhət görürlər. İnsan xəstələnəndə, şikəst olanda, nəyinisə itirəndə nəyə görə düşünmür ki, təbiətin məsləhəti belədir. Həkim bizə sağlamlığımız, özümüzü daha yaxşı hiss etməyimiz üçün məsləhətlər verir. Bəs təbiətin məsləhəti nə deməkdir? Bu o deməkdir ki, hər kəsin nəsibi öz taleyinə uyğundur. Mark Avreli, Düşüncələr. Həkim məsləhəti. Sanki bu söz birləşməsində sehr, ofsun var. Mark Avreli də bunu demək istəyir. Həkim bizə acı dərmanlar içməyi məsləhət görür və biz həmin dərmanları içirik. Həkim bizə yarasa kimi baş aşağı durmalı olduğumuzu desə, bunun bizi sağaldacağına inandığımız üçün baş aşağı durmağa çalışacağıq. Bəs baş verən xoşa gəlməz hadisələrə bu cür yanaşsaq, onların bizi müəyyən mənada sağaldacağına, müalicə edəcəyinə inansaq nə baş verər? Bəlkə də acı təcrübə, acı dərman qədər xeyirlidir. 4 noyabr, nə yaxşı, nə pis. Dəyişiklik pis bir şey deyil. Dəyişiklik üçün təkid etməyin. Yaxşı bir şey olmaması kimi. Mark Avreli, Düşüncələr. Dəyişikliyin yaxşı bir şey olduğunu deyəndə, adətən həm özümüzü, həm də başqalarını buna inandırmağa çalışırıq. Çünki insan instinktiv olaraq dəyişikliyi pis bir şey kimi qəbul edir və ona şübhə ilə yanaşır. Stoiklər belə yarlıqlardan qurtulmağımızı istəyirlər. Dəyişiklik yaxşı bir şey deyil. Mövcud vəziyyət pis deyil. Bunlar sadəcə mövcuddur. Nədirsə odur. Unutmayın ki, hadisələr obyektivdir. Nəyinsə yaxşı və ya pis olduğunu müəyyən edən bizim düşüncələrimizdir. Bəs hadisələrə daha yaxşı münasibət nədir? Hadisələrdən zövq almaq. Lakin əvvəlcə mübarizə aparmağa son qoymaq lazımdır.
5 noyabr, ali qüvvə. Fərdin ruhu ilə yaradıcının ruhu arasındakı vəhdət, xoşbəxtliyin, gözəl həyatın, fəzilətin rəhnidir. Leartlı Diogen, görkəmli filosofların həyatı. 12 addım proqramını tamamlamağa çalışan asılların çoxu ikinci addımı atmaqda daha çox çətinlik çəkir. Asıllar ən çox bununla mübarizə aparırlar. Əvvəl ateist olduqları, dinləri qəbul etmədikləri, bunun nəyə görə əhəmiyyətli olduğunu başa düşmədikləri üçün çətinlik çəkdiklərini iddia edirlər. Lakin sonra dərk edirlər ki, onları bu cür düşünməyə vadar edən asılılıqdır. Asılılıq xudbinliyin və egosentrizmin başqa bir formasıdır. Bu addımı atmağın gerçək mahiyyətini anlamaq çətin deyil. Ali bir qüvvə bizə sağlam ruh və təmiz zehin bəxş edə bilər, deməlisən. Növbəti addım təslim olmaqdır. İkinci addımın mahiyyəti Tanrı ideyasından çox insanın kainatın kiçik bir zərrəsi olduğunu qəbul etməsi və onun mərkəzində durmadığını anlamasıdır. Stoiklərin 12 addım proqramının iştirakçıları arasında məşhur olması təəccüblü deyil. Bu cür müdrikliyin hamımız üçün faydalı olduğu aydın məsələdir. Kainatı idarə edən bir tanrının mövcud olduğuna inanmağa məcbur deyilsiniz. Amma kainatı idarə etdiyinizi, kainatın mərkəzində olduğunuzu düşünməkdən imtina etməyə məcbursunuz. Ruhunuzu bu fikrə uyuştursanız, həyatınız daha gözəl olacaq. Çünki ən böyük asılılıqdan canınızı qurtaracaqsınız. 6 noyabr. Ömür sapın kimin əlindədir? Günəş doğanda kibirlənən insanlar, günəş batanda taqətdən düşəcəklər. Heç kəs qazandığı zəfərlərə güvənməsin. Heç kəs məğlub olanda ümidini itirməsin. Ömür sapı Klotonun əlindədir. Uzun, qısa, qalın, nazik. Sabah sağ-salamat olacağını bilən xoşbəxt bir adam varmı? Dillən. Həyatlarımız xəzəldir, xəzəl. Tanrıların burulğanına qapılan. Seneca Fiest. Yazıcı Cormac McCarthy pansiyonda yaşayırdı. Günlərin bir günü otağının qapısı döyüldü. Yazıcıya xəbər verdilər ki, ona $250.000 MacArthur təqaüdü təyin edilib. Onu həm də dahilər təqaüdü adlandırırlar. Sürpriz həm yaxşı, həm pis ola bilər. Belə gözlənilməz hadisələrin baş verəcəyini kim təxmin edə bilər? Yunan mifologiyasında 3 taley ilahəsindən biri olan, insanların taley saplarını əlində tutan Klotodan başqa kim? Qədimdə inanırdılar ki, insanın başına gələn yaxşı və ya pis hadisələr onun iradəsindən asılıdır. Esxil yazır, tanrıların göndərdiyi bəladan heç kim qaça bilməz. Bu fikri gözəl alın yazısına, uğurlu həyata da aid etmək olar. Atalarımızın mütiliyi bugün bizə qəribə görünə bilər, lakin onlar nəzarətin əslində kimdə olduğunu anlamışdılar. Nə tərəqqi sabit və əbədidir, nə də çətinlik. Zəfər imtahana, imtahan zəfərə çevrilə, insanın həyatı bir anın içində dəyişilə bilər. Bunun necə tez-tez baş verdiyini yaddan çıxarmayın. 7 noyabr. Necə güclü olaq? Adına, puluna, vəzifənə güvənmə. Yalnız öz daxili gücünə güvən. Səndən asılı olanlar və olmayanlar haqda mühakimələrinə güvən. Bu sənə azadlıq verər, səni boyunduruqdan xilas edər və güclülərlə zənginlərlə bərabərləşdirər. Epiktet söhbətlər. Steven Pressfieldin Makedoniyalı İskəndərdən bəhs edən Savaşın fəziləti romanında İskəndər ona yol verməkdən imtina edən bir filosofla qarşılaşır. Bu adam bütün dünyanı fəth edib. İskəndərin adamlarından biri qışqırır. Bəs sən nə etmisən? Filosof dərhal cavab verir. Mən qəlbimdəki dünyanı fəth etmək ehtirasını yenmişəm. Hamımız İskəndərin Sinoplu Diogenlə görüşüb söhbət etdiyini bilirik. Sinoplu Diogen insanların qiymətləndirdiyi, dəyər verdiyi bütün maddi şeylərdən imtina etmişdi. İskəndər isə onun imtina etdiyi şeyləri əldə etməyə can atırdı. Pressfieldin romanında təsvir edilən görüşdə olduğu kimi, Diogenin İskəndərlə həqiqi görüşündə də filosof dünyanın ən güclü adamından daha güclü olduğunu sübut etmişdi. O, İskəndərdən fərqli olaraq ehtirasını cıvıblamağı bacarmışdı. Onlar bir-birinin gözlərinə baxaraq, kimin özünə hökm edərək gerçək, sonsuz qüdrətə malik olduğunu görə bilərdilər. Siz də buna malik ola bilərsiniz. Gücü çöl bayırda yox, öz içinizdə axtararaq. Əvvəl kölə olub sonradan azad edilən Romalı şair Publili Sirin belə bir ibarəsi var. Böyük bir imperatorluq istəyirsən, özünə hökm elə. 8 noyabr. Pyesdə aktyorlar.
Unutma ki, sən pyesdə bir aktyorsan və dramaturqun istədiyi rolu oynayırsan. Pyes uzun da ola bilər, qısa da. Əgər sənə dilənçi rolu yazılıbsa, bu işin belə öhdəsindən yaxşı gəlməlisən. Şikəst, öndər, adi bir vətəndaş. Fərqi yoxdur. Verilən rolu yaxşı oynamaq sənin vəzifəndir. Rolları təyin etmək isə başqasının işidir. Epiktet, Enhiridion. Mark Avreli imperator olmaq istəmirdi. O, nə hakimiyyətə can atan siyasətçi, nə də taxtın gerçək varisi idi. Yazdığı məktublardan və tarixi sənədlərdən anlaşılır ki, Mark Avrelinin əsas istəyi filosof olmaq idi. Lakin Roma elitası, o cümlədən imperator Adrian onda bir işıq gördü. Onu yetişdirdilər və taxta çıxardılar. Çünki bu işin öhdəsindən gələcəyini bilirdilər. Epiktet ömrünün böyük hissəsini kölə kimi yaşamışdı və gənclərə öz fəlsəfəsini aşıladığına görə təqib olunurdu. Amma Mark Avrelinin də, Epiktetin də öz rollarını çox gözəl oynadıklarını söyləməliyik. Bəzilərimiz zəngin, bəzilərimiz kasıb ailədə dünyaya göz açırıq. Bəzən əlimizə yaxşı fürsətlər düşür, bəzən də başqalarının yaxşı fürsət saydığı şeylər bizə ağır yük kimi gəlir. Stoiklər bizə xatırladırlar ki, başımıza gələnlərdən əqli, ictimai və ya fiziki spektrin harasında olmağımızdan asılı olmayaraq şikayətlənməməli, narazılıq etməməli, rolumuzu qəbul edib işimizi uğurla tamamlamalıyıq. Bəs həyatda dəyişkənliyə, güclü istəklərə yer yoxdur? Əlbəttə var. Nə qədər epizodik rol sonradan böyüyüb baş rola çevrilib. Lakin bunun üçün əvvəlcə vəziyyəti qəbul və dərk etmək, verilən rolun öhdəsindən müvəffəqiyyətlə gəlmək lazımdır. 9 noyabr. Hər şey axıb gedir. Kainat dəyişiklikdir. Həyat bir fikirdir. Mark Avreli, Düşüncələr. Plutarxın Teseyin həyatı əsərində qəhrəman Teseyin gəmisinin əsrlər boyu Afinalılar tərəfindən savaşa hazır vəziyyətdə saxlanılmasından bəhs olunur. Gəminin taxtaları çürüdükcə dəyişdirilir. Bu minvalla bütün köhnə taxtalar yeniləri ilə əvəz olunur. Plutarx soruşur. O, hələ də Teseyin gəmisidir, yoxsa başqa bir gəmidir? Yaponiyada məşhur bir sintoist məbədi hər 23 ildən bir yenidən inşa olunur. Tikildiyi gündən bəri 60-65 dəfə yenidən inşa olunub. Onun 14 əsr qabaq tikilmiş bir məbəd olduğunu iddia etmək olarmı? ABŞ Senatının hazırda George Washingtonun dövründəki kimi fəaliyyət göstərdiyini söyləyə bilərikmi? Bizim nəsnələrə dair təəssüratlarımız ani görüntülərdən, müvəqqəti düşüncələrdən ibarətdir. Kainat davamlı olaraq dəyişilir. Dırnaqlarımız uzanır, kəsirik, yenidən uzanır. Yeni dəri ölü dərini əvəz edir. Yeni xatirələr köhnə xatirələrin yerini tutur. Biz də dəyişilirik. Ətrafımızdakı insanlar da dəyişilir. Hər şey başqalaşır. Müqəddəs hesab etdiklərimiz belə. 10 noyabr. Həmişə eyni şey. İmperator Vespasianın dövrünə nəzər sal. İnsanlar evlənir, uşaq böyüdür, xəstələnir, müharibə aparır. Bayramları qeyd edir, ticarətlə və əkinçiliklə məşğul olur. Yaltaqlanır, riyakarlıq edir, başqa insanlardan şübhələnir, kiminsə ölümünü arzulayır, gileylənir, eşqə düşür, sərvət toplayır, vəzifə və güc istəyirlər. O dövr keçib, həmin insanların hamısı ölüb. İndi isə İmperator Trayanın dövrünə bax. Hər şey eynidir. Mark Avreli, Düşüncələr. Ernest Hemingway'in Fiesta romanı bu cümlələrlə başlayır. Bir nəsil gedir, digər nəsil gəlir, amma torpaq əbədidir. Günəş doğur, günəş batır və yenidən doğacağı yerə tələsir. Müəllif İncildən iqtibas edib. Kitabın redaktoru demişdi ki, bu cümlələr qədim dünyanın bütün müdrikliyini özündə ihtiva edir. Bəs bu müdrikliyin mahiyyəti nədir? Tarixdəki ən təəccüblü şeylərdən biri bəşərin çox uzun müddət eyni işləri görməkdə davam etməsidir. Müəyyən üsullar və yanaşmalar dəyişilsə də insan dəyişilmir. O yaşayır, ölür, sevir, mübarizə aparır, ağlayır, gülür. Mətbuatda və ya populyar kitablarda davamlı olaraq insanlığın zirvəsinə qalxdığımızı və bu dəfə hər şeyin doğrudan da fərqli olduğunu iddia edirlər. İnsanların buna əsrlər boyu inanması isə olduqca ironikdir. Güclü insanlar isə bəzi istisnalar olsa da, hər şeyin həmişəki kimi olduğunu və olacağını bilirlər. Sizdən əvvəl yaşamış insanlardan fərqlənmirsiniz. Sizdən sonra dünyaya gəlmiş insanlar da sizdən fərqlənməyəcəklər. Dünya əbədi, insan fanidir.